Gözləmirdim bu qədər tez vaxtda bu böyük nəticələri. Mənim üçün böyük oldu. Nitqində sözlər formalaşmağa başlayıbdı. Bir sözlü sözlər, iki sözlü cümlələr, kiçik-kiçik bunlara başlayıbdı. Uşaqlarla kontakt edə bilmirdi, cümlə qura bilmirdi. Artıq cümlə qurur, fikrini izah eləyir. Bağçada məsələn uşaqlarla oynamağı, məsələn fikrini ifadə eləməyi yox idi. Artıq müəllimələr deyir ki, Cihan normal fikrini izah edə bilir, uşaqlarla oynaya bilir. Sonra məşğələlərdə iştirak davranışlarında çox irəliləyişlərimiz var. Seçiciliyimiz var idi, onları seçməməyə başlamışıq. Yəni səslər çıxardırdı, özündən bir asıl olmayaraq da İstək bildirməyi var mı? İstək hər şey özü bildirir. Yəni yeməkdir, nə yediyinə qədər, yəni onu deyir bizə misal üçün. Müraciəti var mı? Mama mənə gəldi ki, mama mənə su. Ümid artıq reaksiya verir. Oyunlara adaptasiya olunur, onu heç cür oyuna cəlb eləmək olmurdu, hazırda olmuyor, maraq dairəsi artır, uşaqlarla ünsiyyəti, uşaqlar həvəslənir, baxır, istəyir, oynasın, amma əvvəl çox qaqalı idi, özünə baxanı və uşaqlar gətirəcək, bizim özümüzə diqqətlə baxmırdı, adına reaksiya yox idi. Demək olar ki, 10-cu dərsimizdə artıq diqqəti toparlandı, figurlarla oynamalı olsun, uşaqlar bizdən diqqətlə baxmalı.